Hardasa 5% ətrafında saxlayırıq. Bu da dünya miqyasında çox gözəl göstəricidir. Nə qədər bu hakimiyyət var, işsizlik olub. Bunlar gəldilər, gəlmədilər, ölkəni razıdır. Nə qədər bu hakimiyyət... Bu da biz hardasa 5% ətrafında saxlayırıq. Bu da dünya miqyasında çox gözəl göstəricidir. Nə qədər bu hakimiyyət var, işsizlik olub. Bunlar gəldilər, gəlmədilər, ölkəni razıval elədilər, yıxdılar, dağıtdılar. Zavod qalmadı, fabrik qalmadı. Vaxt var idi, Sumqayıt sənaye şəhəri idi. Bakının cəmaatı Sumqayıta geldi işləməyə. İndi yazıq qız gəlir, səhər saat 6-dan çıxır Sumqayıtda ki, 1 manatlıq taksiyə minsin, gəlsin Bakıda 5 manat çörək qazansın. Hansı şeydən, hansı işlə danışmaq olur? Hansı bir hökumət işi var ki? Hökumət var ki, işi də olsun. Olmayan şeydən necə danışaq? Ölkə başsız ölkədir. İndi işsizlik baş alıp gedir. Bak, ben size diyeyim ki 80% işsizlik var. Ama prezident deyir ki 6% işsizlik. Hətta 5% deyir. Təsəvvür edirsiniz, İlham Əliyev deyir ki 5% yoxsul var, yəni işsizlik var. Və bu adam yalan danışır da. Yəni 5% yəni abırsız yalan danışır. Və yenə deyim də sırf bu yalanları insanların beyninə yeritmək üçün İlham Əliyev bu gün müstəqil mətbuatı sıradan çıxardıb. Amma İlham Əliyev başa düşsün ki, yenə də danışan dillər var, danışan səslər var və biz nə qədər ki sağıq, biz bu saxtakarları, oğruları, korrupsionerləri ifşa edəcəyik. Bizim başqa çıxış yolumuz yoxdur. Mən istəyirəm ki, bu işin olması ilə bağlı daha bir sizin materialınıza baxaq. İş olsa bizə köməklik eləsələr, azdan küçdən, üzr istəyirəm, 4 dənə evladım var, oğlan uşağı, sava istəyəcək ki, ver aparım hərbiyə. Onda mən özümü odlayaram, heç vermərəm onu hərbiyə. Niyə verməliyəm ki? Nə baxır ki? Axşama kimi deyirlər, uşaq pulu olmalıdır. Bu başqa dövlətlər kimi bizə də versinlər də bu uşaq pulunu. Hansı ölkəni dindirsən, Rusiyanın arasında yaşayan uşaqlar var, deyir ki, uşaq pulu alırıq. Bəs bizim ölkədə niyə olmalı deyir? Biz də insanıq axı, biz də nədir, 170 milyon insanı saxlaya bilən prezidentlər, ölkələr var. 10 milyon əhalinin 3 milyon uşağı var, buna baxan yoxdur. Gəlirik bura işləməyə, 5 gün oturursan burada iş yox. Uşaq da gedirsən evə, pis vəziyyət, heç bir şey yoxdur. Dünən, bugün, İsrağa gün bir köpük yiyəsi olmamışaq. İl yarım bundan qabaq alırdıq qəndin kilosunu 1 manata. Onda da işləyirdik 15 manata. İndi qənd olub 2 manata, yenə də işləyirik 15 manata. Bu yetim fəhlənin haqqı nə vaxt düzələcək? Yaxşılaşdırıldı. Azərbaycan vətəndaşının maddi rifahı yaxşılaşdırıldı. Yeni iş yerləri yaradılır. Biz işsiz qalan vətəndaşlar üçün şərait yaradırıq ki, onlar evinə çörək pulu aparsın. Cənab prezidentimiz oturub orada. Vallahi bizi kimi kasıblardan xəbəri yoxdur. Vallahi burada deyirlər, toxunacdan nə xəbəri? Vallahi deyir başını saxlasın, başmaqçı ayağına başmaq axtarsın. Biz onun günündəyik. Bu dilənməyi də bizə çox gördülər. Pal-paltar satırdım. Bununla maralini oturub yolun ortasında dilənirdik hanım. Bunu Allah götürərmi? Neyniyək indi? Bax düşmüşüm çöllərə. Kirədə qalıram. Ayın 10-u kira pulumdur. Nə verməliyəm? Bir oğlum həbsdə, bir oğlum da burada. Düz 30 ildir. Mən bu bazarda, mənim oğlanlarım korrupsiyanın içində böyüyüb bu bazarda. 1 yaşından bu bazarda böyüyüb. Və bu bir də onu göstərir ki, Azərbaycan hökuməti daim öz vətəndaşının yanındadır. Dəhşət. Bu hələ hökumətin vətəndaşın yanındadır ya bu cəmaət. Bu hələ yanında da, yanında olmasa gör nə olar. Korrupsiyada böyüyür, yəni uşaqları. Yəni bilirsiniz, biz bu kontrastı görürük də. Yəni medianın olmaması onun üçün gərəkdir ki, Doğru. o xalqın həqiqi səsi eşidilməsin. Oradan buradan kimisə qeydirmə adamları, sifarişli adamları gəl, yığ, gör ki, bu xalqla danışan minnətdarlıq, sənə qurban olum, sən ömürlük qal və s. və axır.
Amma həqiqi cəmaatın səsi heç yerdən eşidilməməlidir. Yəni mehmanlar var, bunları çəkəcək, göstərəcək. Amma İlham Əliyevə gəliz baxaq, biraz başqa bir gözəl materialınız var idi. Sabun zavodu. Yox, əslində yaltaqlıq haqqında mən istəyirəm biraz ona da baxaq. Yəni Azərbaycan telekanalizasiyaları nəyi göstərir? Siz heç vaxt bu cür işsiz adamların problemlərini orada görməyəcəksiniz. Nə görəcəksiniz? Bax bunu görəcəksiniz. Deyirəm ki, ömrünüz uzun olsun. Canınız sağ olsun. Və nə qədər ömrünüz var, hakimiyyətdə olun. Çünki biz inanmırıq ki, bu günlərdən sonra kimsə bu vəziyyətdə Azərbaycanı idarə etsin. Daim var olun, daim hakimiyyət. Ömürlük. Bax, belə yaltaqların kökü nə vaxt kəsiləcək, ha? Siz elə bilirsiniz ki, bu xanımın öz fikirdir. Yox, bu qabaqcadan öyrədilmiş xüsusi adamlardır. Onlara deyirlər ki, bax bu cümləni cənab prezidentin üzünə deyəsiniz ki, ay İlham Əliyev, səni ömürlük görmək istəyirik. Bax, beləcə İlham Əliyev bu vətəndaşlara dörtəcirənliyi öyrədir. Başda mən olmaqla əli silah tutan hamısı sizin əskərinizdir. Sağ ol. Hamısı sizin əskərinizdir. Allah sizin kölgənizdir. Azərbaycan xalqının başının üstündən əşk edilməsin. Ya bu hələ biraz belə göyə abırlı dedi, amma bu birisi lap hayasızdır da. Buna bir də qulaq asaq. Düşünürəm ki, buradakı hər kəsin arzusudur. Arzu edirəm ki, ömrünüz uzun olsun. Canınız sağ olsun. Və nə qədər ömrünüz var, hakimiyyətdə olun. Çünki biz inanmırıq ki, bu günlərdən sonra kimsə bu vəziyyətdə Azərbaycanı idarə etsin. Yəni bilirsiniz, nə qədər ömrünüz var, hakimiyyətdə olasınız. Bilirsiniz, bunu demək üçün o qədər sən geri zəkalı olmalısan ki, yəni adamlar necə olub, elə bizim bəxtimizə bu yazılıb ki, nə qədər ömrün var sən hakimiyyətdə olacaqsan, ölənə qədər sən hakimiyyətdə olacaqsan. Yəni biz bunu demək üçün bu adamın nə mənliyi olmalıdır, nə vicdanı olmalıdır, nə bir savadı olmalıdır, nə dünya görüşü olmalıdır, nə vətənpərvərliyi olmalıdır, nə qeyri. Yəni sən bunu necə deyə bilərsən? Adam bunu düşməninə arzu edər də ki, sənin ömrün nə qədər sənə də hakimiyyətdə ol, işğal et xalqımı, korrupsiyanı böyüt və s. Təsəvvür edirsiniz. Yəni bunu deyənlər tapılır. Mənə maraqlıdır ki, bunu deyənlər tapılır. O aydındır. Yaxşı. Bu xanımın savadı yoxdur, ağlı kəsmir. Amma İlham Əliyev demirlər ki, bu ağıllı adamdır. Bu dərk eləmir ki, bu qarşısında dayanan şəxs bunu təhqir eləyir. Belə deyək. İlham Əliyev çağırıb demir ki, ay bəylər, Respublikada Azərbaycan Respublikası gedir adımız, Cümhuriyyəti. Nətər ola bilirsən, prezidentə deyirsən ki, ömürlük qalasınız, avtoritarizm ol. Arzu edirəm ki, Azərbaycan diktatoru olsa. Ya bilirsiniz, burada inkişaf var da. Əvvəl bir yaşlı nənəni tapmışdılar. Oydu bunu deyən. Ki, bəs ömrümün axıracan görüm ki, sən olasın, sən uşağın ol. İndi artıq cavan fasonunu tapıblar. O nənənin təzə variantını. Dünyasını dəyişir. O şey görmüyor da. Deyirlər bu nənə düzgün çıxmır. Nənə deyir, dünyasını dəyişir. O cavanını tapaq ki, bir 10 il sonra həmin o cavanı təzədən danışdırsınlar ki, bax, o vaxt mən demişdim də ki, ömürlük qalsın. Biabırçılıqdır. Bizim xalqa düşmən lazım deyil də. Yəni heç nə. Hərəsi bax bilmirəm indi bu qədər indi neçə nəfər bax buna razı olar bunu etməyə. Özdəki bax teleekran, kameranın qarşısında bunu deyir. Bu bilir ki, sabah sən xalqın da bunu görəcək. Yəni gizlindən yaltaqlıq etmir. Bu açıq aydın deyir ki, nə istəyirsən deyim də sənə. O mənim ömürlük diktatorum da olur. Elə Hüseyn xanım, siz bir şey deyirsiniz ki, insanlar necə razılaşır buna, bu cür olmağa? Mən sizə çox sadə bir misal deyim də. Misal üçün, sistem, Azərbaycandakı sistem çox iyrənc formada qurulub. İllər əvvəl bilmirəm, sizin yadınızdadır yoxsa yox. Misal üçün, Fövqəladə Hallar Nazirliyinin kabinetində bir polkovnik xanımları çağırırdı, Fövqəladə Hallarda işləyən və onlarla cinsi əlaqəyə girirdi və bunları çəkirdi. Yanınızda da o kadrlar. Yəni İlham Əliyevin sistemi, qurduğu sistem məhz bundan ibarətdir. Bu nəinki Fövqəladə Hallar Nazirliyində. Bu Daxili İşlər Nazirliyində, Müdafiə Nazirliyində, mən hətta dünən videoda paylaşmışdım. Müdafiə Nazirliyindən, hərbi hissədən bir xanım istefa verib və deyib ki, mən bu iyrənc sistemdən çıxmışam.
Çıxmışam çünki mənə məcbur eləyirdilər ki, yüksək vəzifəli polkovnik, mayor rütbəli adamlarla cinsi əlaqəyə girim. Mən də imtina eləmişəm və məni işdən çıxardıblar. Yəni bütün sistem Yəni belə üstü örtülü deyir. Demir onları, deyir sadəcə olaraq orada nəsə üstü örtülü formada bunu deyir. Bəli, mən də gördüm. Sistem belə qurulub. Bu da çəkirlər, arxivə Dövlət Təhlükəsizlik Xidmətinin arxivinə yazırlar. Bu hələ belədir. Yəni biz tanımadığımız adamlardır. Amma bizim tanıdığımız adamlar da var. Ətrafımızda olan jurnalistlər var, misal üçün fəallar var. Onları da belə intim həyatını çəkirlər və şantaj edirlər. Bax bu adamların da mən əminəm ki, çıxış başqa seçimi yoldur da. Yəni bunların seçimi misal üçün nə? O xanım bəlkə də hansısa məktəb direktorudur, düzdür? O rüşvət götürüb. O korrupsiyaya əli bulaşıb. Yəni bunun Siz bu xanımı deyirsiniz də, bu ömürlük Müzəffər deyəni. Bəli. Bu haransı direktorudur falan. Hansısa direktordur və əli cinayətə batıb və o dərk eləyir ki, burada yəni o mətni ona deyiblərsə, bu mətni oxu. Bunun oxumamaq şansı yoxdur. Bunun həmin o mətnə redaktə eləmək bir imkanı yoxdur. Bu oxumalıdır. Çünki bu bilir ki, oxumadı, demədi. Sabah deyəcəklər ki, məktəb direktoru, gəl bura görüm. 10 manat nədir burada süpürgə pulu yazmısan? Bu nə puludur? Vəssalam, 50 ayaqlı getdi. İlham Əliyev də Vilayət Eyvazovdan tutmuş, Əli Nağıyevə qədər hamısı çirkaba batıb, hamısının əli zibildədir və ona görə də rahatdır da. İlham Əliyev deyir ki, kim orada dalına başına yaxsa, açın. Papkasını açın görə kimdir bu? Nədir bu? Ona görə seçim verilmir və bu yenə deyirəm ki, həmin o xanım hələ bəlkə də məktəb direktoru, məktəbdə bir adi işçidir. Amma bu bizim belə deyək də bizim sahəmizdə də baş verib. Nə qədər siyasətçi yolunu dəyişib, nə qədər siyasətçi müxalifətçi olub, sonra belə deyək də İlham Əliyev onun cındırını çıxardıb Milli Məclisə otuzdurub. En qədər misal var da, düzdür? Nə qədər fəallar həbsxanada olub, çıxıb İlham Əliyevin uğurlu siyasətindən yazır. Hamısı eyni. İlham Əliyev deyir ki, mən ancaq belə eləyəcəm də, yəni şantaj yolu ilə idarə eləyəcəm. Çox nadir hallarda elə adamlar var ki, biz bəlkə növbəti verilişdə buna toxunarıq ki, bu şeylərə uymur. Misal üçün, məni də şantaj eləyiblər. Mən deyirəm ki, İlham Əliyevin qeyrəti varsa, yaysın. Mən də baxım, bir özümə baxım görüm ki, fəxr eləyim özümlə. Amma elə insanlar azdır, iradəli insanlar azdır. Mənim heç itirəcəyim yoxdur. Amma yenə deyirəm ki, misal üçün, mənə də özümü də şantaj eləyiblər. Sizi dəfələrlə şantaj eləyiblər və elə adamlar var da, deməklə, nümunə adamlar var ki, bunlar deyirlər ki, elə. Nə istəyirsən elə. Amma o adamların elə bir seçimi yoxdur. Çünki onlar artıq illərdir bu zibilin içindədir və o zibillikdən çıxmağa şəraitləri də yoxdur. Sizin bir növbəti videonuzu göstərmək istəyirəm. Sabun zavodu haqqında. Valla cənab rəis, mən internetdə nəyi təbliğ eləmişəm ki, girənliyi təbliğ eləmişəm, yaltaqlığı təbliğ eləmişəm, dötə girənliyi təbliğ eləmişəm. Gənclərə yaxşı məsləhətlər vermişdim də cənab rəis. Demişəm ki, bu həyatda sabunsuz girməyin. Çalışın, sabunlanıb girin ki, incitməsin. Mən neynəmişəm axı, cənab rəis. Özdə bugün həqiqətən də çox xüsusi bir gündür. Sabununuzu bol eləyin. Mən bunu təbliğ eləmişəm. Gənclərə demişəm ki, Azərbaycanda qabağa getmək istəyirsinizsə, bax, belə başınıza sürtün və qabağa gedin. Diplomdur, nə bilim, oxumaqdır, kitabdır. Bunlar boş şeydir. Bax, başına belə sürtün və yaşayın. Çalışın bugün sabununuzu bol eləyin. Cənab rəis, mən pis şey eləmərəm. Bu videondan deməm Mehriban Əliyevanın ad günü ona görə göstərirsən. Baxırdım ki, Facebookda gir hacirdir. Müğənnisi, jurnalisti, o birisi, bu birisi hamı təbrik edir. Anaların anası, bacıların bacısı, bizim Allah tərəfindən mələk, bizə mələk göndərilən adam vitse-prezidentdir. Harda oturur, nə işlə məşğul olur, heç kimin xəbəri yoxdur. Pul alır, maaş alır. Aylardır bu adamdan xəbər yoxdur.
Mən girirəm baxıram ki, bu Heydər Əliyev fonduna, vitse-prezidentin saytına bir girib oxuyuram ki, qardaş bu hardadır? Bu bəlkə ölübdür. Bundan bəlkə bir yazarlar ki, səfərdədir. Yoxdur, itir. 3 aydan sonra silikon dodaqla çıxır ortaya. Vəssalam. Yəni Mehriban Əliyevanın funksiyası budur. İtir. İl ərzində başa düşür ki, bu qocalır. Gedir sifətinə botoksu vurur. Dodağını şişirdir, çıxır. Aylar keçir, başa düşür ki, bu təzdən qocalır, gedir təzdən sifətinə iynələri vurdurur. Yəni bu adamın işin adı şeydir də, yəni plastik cərrahiyyə ilə məşğul olur. Qardaş, bacımız, anaların anası Mehriban xanım, sən vitse-prezidentlik postundan istefa ver. Get bütün günü öz kefinlə məşğul ol da. Yoxsa vitse-prezident postunu zəbt eləyib. Pul alır, maaş alır, amma heç bir iş görmür. Yəni bu heç bir iş görmür, amma anaların anası sayılır. Ay nə bilim xilaskarlar belə deyək də, xilaskar sayılır. O birisi bir jurnalistə ev hədiyyə eləyir. O birisi yazıçıya ev hədiyyə eləyir. Birinin xərçəng pulunu ödəyir. O birisinin ölü pulunu ödəyir. Yəni Mehribanın işi başa, yəni mən başa düşürəm ki, bu adam nə ilə məşğul olur ki, biz bir deyək ki, hansı işi ortaya qoymusan? Heç bir iş yoxdur. İlham Əliyev və Mehriban Əliyeva bütün işləri tapşırıb deməli hüquq mühafizə orqanlarına və deyib ki, ay vilayət, ay Əlin Ağayev, ay Kamran Əliyev, ay Zakir Həsənov, gedin, çapın, dağıdın. Mənim də o katolu vardı onun. Ortada olan o Mehribanın belə deyək də kaşloku, İlhamın kaşloku. Mənim də faizimi çatdırın. Ona görə də son dövrlər polis öz başınalığı artıb, ay nə bilim polis artıq heç nəyə saymır. Polis rüşvət götürür, çəkirlər, biz ictimailəşdiririk. İlham Əliyev oradan deyir ki, siqnal verin. İlham Əliyev özünü gicdiyə, karlığa qoyub, heç bir iş görmür. Polislər artıq o qədər həyasız, o qədər abırsız olublar ki, elə vətəndaş deyir ki, bax sən məndən rüşvət tələb edirsən, səni çəkirəm. Deyir, çəkdir, onsuz da mənə Vilayət Eyvazov neyniyəcək? Vilayət özü istəyir də bizə tapşırıq verib ki, pulu yığın. Leyla Əliyevaya, Arzu Əliyevaya biz Bodrumda otel alacağıq. Pulu yığın, gətirin. Bu qədər. Yəni meşə qanunlarından idarə olunurlar. Ölkədə hüquq deyilən şey qalmayıb, ədalət deyilən şey qalmayıb, müstəqil məhkəmə deyilən şey qalmayıb. Polis adı altında, polis forması altında quldurlar rəsmən fəaliyyət göstərir. Yəni polis Nazirliyi deyir ki, Mehmet Hüseynov var. yalan danışır. Bizim yol polisi heç bir sürücüdən rüşvət yığmır. Mən bəyəm elə bir söz demişəm, hə? Düzünü deyin də. Mən həmişə demişəm ki, bizim yol polisi sürücülərdən Vilayət Eyvazovun arvadına liftçi tuman pulu yığır. Mən bunu demişəm. Mən şaratmaram bizim polisə. Bir buna baxın, sürücüdən nazirinin arvadına pul götürüblər və sürücünün kimindir? Yəni sizdə həqiqətən xeyli sayda polis rüşvəti haqqında materiallar var. Adam dəhşətə gəlir. Dəhşətə niyə gəlir? Biz axı deyirik ki, İlham Əliyev demir ki, təzə bir komanda formalaşdırmışam, mənə siqnal verin. İlham Əliyev bu söz deyib. İlham Əliyev deyib də ki, cəmiyyət içində hansısa polis, hansısa dövlət məmuru rüşvət alırsa, qeyri-qanuni hərəkət eləyirsə, çəkin, prezident aparatına göndərin. Mən öz e-mailimi indi açsam, e-mailimi. Siz görəsiniz ki, mən gündə bir 4-5 dənə e-mail şeyə göndərirəm. Prezident aparatının saytına, şikayətlər ərizəsi. Yazıram ki, qardaş, bu videonun linkini qoyuram. Salam aleyküm cənab prezident. Bu siqnal 50-ci siqnaldır. Bu 60-cı siqnaldır. Göndərirəm 0. Elə bir ya İlham Əliyev çıxıb efirə desin ki, mənim sözlərim mən fufloyam, yəni fufloşikdə, yəni boş sözlər danışıram. Yəni mən ciddi adam deyiləm. Yəni mən bekar adamam. Mən də bilim ki, bu prezidentə nə siqnal göndəririk. Cəmaatlar var ki, insanlar var ki, mən hələ qoyum bir kənara. İnsanlar var ki, korrupsiya faktını göndərir prezidentin saytına. Özünü tuturlar. Polisə özünü tuturlar. Özünü tuturlar. En qədər elə adam var. Polisə gəlib şikayət verir.
Ki məndə bax belə qeyri-qanuni Kimdən Bir də şikayət şikayət edibsə, bakandan o gəlir. adamın üstünə göndərirlər ki, səndən belə bir video gəlib, xəbərim var. Bilirsiniz, bu günlər deməli Ermənistanda Paşinyan bir üzr istədi xalqdan. Deyəcəksiniz nəyə görə? Deməli bu özü məktubları oxuyurmuş. Deyir ki, Aha. mənə gələn heç bir məktubu diqqətsiz qoymuram. Vətəndaşdan gəl, mən sizə seçilməzdən əvvəl söz vermişdim ki, hamınızın bir şikayətini eşidəcəm və bu deyir, vədimə əməl edirəm. Sonra deyir ki, sadəcə olaraq son vaxtlar mənim səfərlərim çox olub və mənim imkanım olmur ki, bir o məktubları cavablayam. Ona görə sizdən üzr istəyirəm gecikdiyimə görə. Mən bundan sonra da bir onları cavabladım. Sadəcə üzr istəyirəm ki, vaxtında cavab verə bilmirəm sizə. Lap bizim prezident kimi deyib ki. Lap bizim prezident kimi deyib ki. Vallahi. Mən Bizdə də mən əminəm ki, İlham Əliyev də belə bir çıxış eləyib ki, üzr istəyirəm. Mən indi başım o Bodrumdakı otelə qarışıbdı. Onu mən bir dənə qızlarımı yerbəyer eləyim, balaca Heydərin işlərini yerbəyer eləyim, gəlib məktubları İlham baxacağam. Əliyev siqnal gözləyir. Heç cür o siqnal ona gəlib çıxmır. Mən artıq bilirsiniz neynə mən artıq paravoz axtarıram, paravoz həqiqətən də. Deyirəm bəlkə paravoz siqnalı, maşın siqnalı işləmədi, velosiped siqnalı işləmədi, qatar siqnalı işləmədi. Başqa çıxış yoxdur. Bəlkə paravoz, o birisi də Sizin paravoz. videolarımız da var. Hə, görmüşəm onu. Siqnal axtarıram. Necə siqnal verim? Gəlin digər materiallara nəzər yetirək. İzləyicimizə xahiş lütfən bəyənin və paylaşın. Deyəcəyik. Nə polisi? Məzələnmə. Neft kimindir? Onu deyəcəyik. Nə polisi? Məzələnmə. Pay bələt. Polis gəldi. Sonuncu dəfə ət nə vaxt yemisiniz? Ət? Ha. Heç şapları yadıma düşmür. Ət yeməyəcək yadıma düşmür. Qurban Niyə? olursa. Yoxdur yemirəm də. Hə, yoxdur yemirsiniz. Bəli. Və sonuncu dəfə nə yemisiniz? Hə? Nə yemisiniz sonuncu? Sonunda da makaron supu. Of! O möhtəşəm, o mənim ən möhtəşəm yeməyimdir. Ay, Kasıfları sağ ol. yeməkdir o. Makaron. Makaron supu. Başqa nə kasıb yeməyi var? Heç nə başqa. Bax burada neft buruğu var. Neft duruğu. Neft. Hə. Neft kimindir? Hökumətin. Və deyirlər neft xalqın sərvətidir axı. Bəli. Xalqın sərvətidir, hökumət idarə eləyir. Sizə nəsə çatır neftdən? Hə? Sizə nəsə çatır? Niyə? Belə. Nefti yaxından görmüsünüz? Bəli. Haçan? Elə bunu mən gedək görüm nefti. Siz ora baxmaqla bilirsiniz ki, Neft cinayət var. işi düşür. Bura baxmağa. Ha. Yaxşı. Və neft tərəfə baxmaq qadağandır. Hə. Gedəyin, yaxından baxayın. Vallahi yavaş-yavaş elə olacaq. Hə, qorxmayın. Evet, olacaq. Əlinizi verin mənə. Getdik. Siz bilirsinizmi ki, biz Azərbaycan tarixində Hə. bir ilki atdıq. Hələ neftə bu qədər yaxın olan heç kim olmuyor. Mənlə sən. Bəli. Eşq olsun. Bravo. Həqiqətən. Təsəvvür edirsiniz, Zeynəb xanım, Azərbaycanda elə ailələr var ki, ətin dadını unudub. Ət, gördünüz mən sual verdim. Ət nə vaxt yemisiniz? O yaşlı xanım bilsin cavabını oldu. Deyir, ət, heç ət bilmir sözünü. Ət nə olan şeydir? Bizdəki ancaq makaron supu belə. Yenə də qiymətlər günü-gündən qalxır və sabahdan birisi də dərs ili başlayır, tədris ili başlayır və tədris ili başlayandan yəqin 1-2 həftə sonra gediş haqları da qalxacaq, metronun da, avtobusun da qiyməti qalxacaq, benzinin də qiyməti qalxacaq. Artıq Azərbaycan idarə olunmaz bir vəziyyətə gəlib. Yəni insanlar, mən baxıram da sosial şəbəkələrdə, çölə çıxmaq olmur. Tıxac. İlham Əliyev keçir, tıxac. Heydər keçir, tıxac. Mehriban keçir, yolu bağlayırlar. Leyla keçir, yolu bağlayırlar. Xaosdur. Başa düşürsünüz, ölkədə bir xaos sürür. Qanun yox, ədalət yox, hüquq yox, rahatçılıq yox. Metro basabas, avtobus basabas, qiymətlər qaldırılır
və beləcə elə bir idarə edirlər də. Yəni mən görürəm ki, hiss eləyirəm ki, belə idarə etmənin sonu heç də yaxşı olmayacaq. Elə tıxaclardan danışmışkən, də tıxac müşahidə olunur. Yenə də Bakı şəhərində tıxac müşahidə olunur və ildən ilə əfsuslar olsun ki, tıxacların sayı artır. Bunun təbii səbəbləri var. Ay saxla görüm hə. İlham Əliyev konkret özünü gicdiyə qoyub. Sən necə abırsız, necə həyasız, necə utanmaz adamsan ha İlham Əliyev. Bilmirsən Bakıda tıxaclar kimə görə olur ha? Yadva salın da. Bu videoya diqqətlə bax. Görürsənmi ha İlham Əliyev? Sən rayona səfərə gedirsən və oğraş yol polisi bütün yolları bağlayır. İlham Əliyev keçir, yolları bağlayırlar. Mehriban Əliyeva keçir, yolları bağlayırlar. Heydər keçir, yolu bağlayırlar. Arzu, Leyla keçir, yolları bağlayırlar. Azərbaycanda tıxacların səbəbkarı Əliyevlər ailəsidir. Aydındır? Bax belə. İlham Əliyev, bu da sənin sualının cavabı. dəhşətdir. Mən elə şey görməmişəm. Yəni bu ailə keçir, daha doğrusu yadımdan çıxıb açığı. Mən həqiqətən çoxdan belə şey görməmişəm. Yox, Hüseyin Nə qədər maşını saxlayırlar. Azərbaycan, Bakıda tıxacların birbaşa səbəbi İlham Əliyevin və onun ailəsidir. Təsəvvür eləyin, səhər cəmaət işə gedir, İlham Əliyev işə gedir. Yolu bağlayırlar. 1-2 saatlıq yol bağlanır. Aeroportdan, Buzovna yolundan düz Baksovet içəri şəhərə qədər. İstiqlaliyyət küçəsinə, prezident aparatına qədər yol bağlanır. İlham gəldi. Bundan sonra Mehriban Əliyeva yuxudan durur, yeməyini yeyir, maşınlarını çağırır. İlham Əliyev əgər 9-da 10-da, mən hələ əmin deyiləm ki, o səhər İlham Əliyev karteci gedəndə İlham Əliyev həmin o kartejdə olur, yoxsa yox. Mən ona əmin deyiləm. Amma gedir, faktiki olaraq yolları bağlayırlar. 11-12 arası siz, mən misal üçün son illərdə Bakıda bunu şəxsən özüm görmüşəm. Mehriban Əliyevan karteci keçir. Aha, ikinci partiya yolları bağlanırlar. Leyla və Arzu Əliyeva şükür, onlara mən təşəkkür edirəm. Onlar həqiqətən də insanpərəstdir. Onlar bir yerdə yola çıxırlar. Ayrı-ayrı yola çıxmırlar. Heç olmasa düşünürlər də, heç olmasa Leyla ilə Arzu bir maşında gedirlər, bir yola çıxırlar. Ona görə yol bir dəfə bağlanır. Vay o hala ki, Arzu başqa ayrı gəlsin. Leyla Əliyeva ayrı gəlsin. Misal üçün gün ərzində bir də görsün ki, Leyla Əliyeva hansısa o İdeya Parkının, İdeya bunların bir saxta bir korrupsiya yuvası var, təşkilatı var. Güya bunlar ağac əkirlər, ay nə bilim park tikirlər, ay nə bilim itlərə yemək verirlər. İndi bu Leyla Əliyeva həftədə bir 3-4 dəfə də çıxsa, vay o günə. İndi İlham Əliyevin gəlini var, Heydər Əliyev özü var, bala Heydər Əliyev. Bunun idmanı var, plus Emin Ağalarov da indi var, plus Araz Ağalarov da indi var. Onların nəvələri var, Mika, Əli, o birisi, bu birisi, Əminəsi var, Arzunun uşağı var, qohum əqrabası var, bunun vilayəti var, bunun Əlin Ağayevi var. Bunlar çapırlar, bunlar o qədər belə abrını itiriblər. Yəni sistem elədir ki, bax bunlar tıxacı yaradanlar bunlardır. Bunları ortadan çıxardın, insanlar rahat işinə gedəcəkdir, tıxac problemi olmayacaqdır və salam. Yəni bu İlham Əliyev də bunu dərk eləyir. Yəni İlham Əliyev görmür ki, bu gedəndə yolu bağlayırlar. Bunun riyazi hesablaması o qədər zəifdir. Təsəvvür edin, İlham Əliyev Buzovnadan, iqamətgahından çıxır, düz prezident aparatına qədər gedir. Amma o ərəfədə yol bağlanmır ha. Ondan 1 saat qabaq yol bağlanır. Sonra da 1 saatda İlham keçir. Sonra bir yarım saatda o yollar açılır. İnsanlar yola çıxır. Divay, orada da bazar açırlar. 9-da işdə olan adam gedir 12-də evə çatır. Bu belə. Gəldi elə bir bu insanlar yola çıxdı mı İlhamdan sonra? Aha, polislərə şey gəlir ki, Mehriban bacımız gəlir. Yolları bağlayın. Gəl, vay ha, yollar bağlanır, Mehriban keçir. Mehriban keçdi, indi bu hələ gedişi də, Sevinç xanım. Bu tərəfə, şəhərə getdilər. Gəl, indi bu axşam indi bu ailə qayıtmalıdır evinə. Elə bir
mərkəzdən təzədən o 5-6 adam, Əliyevlər ailəsi təzədən bir də qayıtmalıdır Bilgəhə. Bir axşam da tıxac olurmu? Elə bir insanların həyatı sırf bu ailənin şeyinə bağlıdır da, kayfına bağlıdır. İlhamın kayfı dombalıbsa, gedəcək Sibrizə, yol bağlı. Getdi İçəri şəhərə, yol bağlı. Getdi parkın açılışına, bədbəxt oldu. Yəni insanların, Azərbaycan xalqın taleyi Əliyevlərin belə deyək də, kefindən asıldı. Bax, bu belə formalaşaq ki, tıxaclar niyə baş verir? Azərbaycan xalqının taleyi, işə gecikməkdir. Yəni faktiki olaraq onda elə cəmaət sevinir ki, bunlar faktiki Azərbaycanda yox, başqa ölkələrdə yaşayırlar da. Yəni Türkiyədə, Bodrumda, Azərbaycan Bodrumdan idarə olunur. Elə olsa yaxşıdır da bizim canımız, cəmaətin canı qurtarır. Bu səhərlər kim Bodrum əziyyət çəksin. Yox, bu Bodrumdadsa başa düşdük. Bu səhərlər işə gedən kimdir? Boş maşınları təsəvvür etsin. Yox, təhlükəsizlik üçün eləyirlər də. Boş maşını belə aparırlar. Bəli, duplikatıdır da ki, bəs güya işə getdi, işə gəldi. Onu etmək lazımdır. Cəmaət qorxusun, elə bilsin ki, iş başındadılar. Bəli. Diqqət ekrana. Deyəsən kuryerlərdən əl çəkmirlər. Arvadı Göyçək Vilayət Eyvazov. Sən bu kasıb kuryerlərdən nə istərsən axı, ha? Bilirsiniz nə olub? Deməli, o polis işçiləri bu kuryerləri saxlayıb, onların əlindən motosikleti, velosipedi alıblar və özlərini aparıblar polis bölməsinə. Kuryerlər də gedib deyirlər ki, cənab rəis, bizi bura niyə gətirmirsən? Biz neyləmişik axı? Bu nətədirlər, kuryer işləyirsiniz. İndi burada hamı motoda var, adı digər sürücülər də var. Şortiksə, nə bilim, sən mənə üçün yemək, kimi üçünsə yemək yaparsan. Nə bilim, əlimi taşıyırsan, yemək olması normal şəkildə olur. Sən də niyə şortikdəsən? Şortikdə, nə bilim, istidir, başa düşürük. Polisdir digər şeylər də olmalı. Polisdir bu, eləmi? Buna görə saxlanmışsınız, başqa şey yox. Təsəvvür edirsiniz, polis deyir ki, şortiklə motosiklet sürdüyünüzə görə sizə cərimə yazacağıq. Ay, qeyrətsiz Vilayət Eyvazov, hansı qanunda bu var? Dəhşətdir, vallahi həqiqətən dəhşətdir. Ölkədə nələr baş verir? Ay Sələm. İnanılmazdır. Polis artıq heç bir səbəb gətirmir. Şortik geyindin. Şortikdə sana sən cərimə kəsirəm. Elə bir şey, sən dəlisən, səysən, Mən başa düşmürəm. Kuryer bəyəm yeməyi əlini yeməyin içərisinə salır, yaxud üz üstə bir yerinə salır. Bunun nə dəxli var şortikin yeməyə? Mən başa düşməmişəm yemək. Yəni və mən o kuryerlərlə danışıram. Deyirəm ki, mənə protokolu verin. Görüm o nə qanunda axı şortikini yoxdur. Deyir, yox, protokol nədir? Hərəmizdən 100 manat alıb deyir, yaxşı indi gedin. Sadəcə pul qopartmaq üçün. Hə də bax belə bir şeydir. Amma müvəqqətidir. Bu müvəqqətidir çünki Atel pulunu düzəltməlidirlər. Ona görə vilayət müəllim bax belə yollara əl atır. Şortik, sabah deyəcəklər ki, bığ niyə saxlamısan, sırğa niyə taxmısan, qaşın niyə çapıqlıdır. O da olacaq. Sevinç xanım, Türkmənistanda belədir. Türkmənistanda, Şimali Koreyada, misal üçün nə deyirlər o? Berdi Muhammedov, bəli. Berdi Muhammedov deyir ki, ancaq ağ maşınlar olmalıdır. Çünki biz ağ günə çıxmışıq. Qara maşın Türkmənistanda olmaz. Təsəvvür edirsiniz, bu xəstədir də. İndi İlham Əliyev də belə şeylər eləyir də, deyir, şortik olmaz. Sabah deyəcək ki... Bizdə də o rəng davası vardı. Gah badımcan, gah qırmızı. Yox, biz qırmızıdan keçdik badımcana. Keçdik bundan keçdik. Nədir bu? Biz misal üçün gülürük ki, bu şortik bəhanəsi. Amma əslində bu şortik bəhanəsi deyil də. Bu repressiyaların hazırlıq bu mərhələsidir də. Ki, sabah şortiklə bizi çölə çıxmağa icazə verməyəcəklər. Deyəcəklər ki, biz o Naxçıvanda var idi. Vasif Dalbov tək form eləmişdi. Müəllim də onu geyinmişdi. Həkimi də, professoru da, çobanı da, fəhləsi də. Təsəvvür edirsiniz? Yox, bilmirdim onu. Uniforma hazırlatmışdı. Naxçıvanda uniformaydı. Bakınbart buradan olmalıdır. Üz təmiz olmalıdır. Sən Allah eləməsin saqqalla şey elədin də, hardasa işləyəsən. Sonra uzun qol olmalıdır. Məktəbdə müəllimlər dizdən aşağı yubka geyinməlidir. Bax, eynən həmin o şeyi indi də bura edirlər. Məktəbli forması. Allah xeyir eləsin. Diqqət ekrana izləyirik. Sərvətin bərabər bölüşdürülməsi. Ondadır ki, təbii sərvətlərimiz var.
eyni zamanda əldə edilmiş cəmiyyətdə bölüşdürüldü. Bizim üstünlüyümüz təbii ki, ondadır ki, təbii sərvətlərimiz var. Eyni zamanda əldə edilmiş gəlirlər ədalətli şəkildə cəmiyyətdə bölüşdürüldü. Bölünür kim bala? Sən Allah ədalət, onu deyən bu ya Allah. Onu mən əgər nefitdən bir manat yemişəmsə bala, o mənim sağlığıma qismət eləməsin. Əgər kimsə mənim haqqıma girib, bu millətin haqqına girib, o mallar yerirsə, onların haram xoş olsun. Gedəndə Allaha şikayət edir. And olsun Allaha. Deyəcəm ki, mən 15 ildir işləmirəm. 15 ildir. İndi mənə gətiriblər, pensiya veriblər, hələ almamışam. 280 manat pensiya. Bunun işığı var, qazı var, suyu var. Bu da mənim neftin pulu 280 manat hələ almamışam. Azərbaycanda neftin pulunu yuxarıdakılar yer, xalan qurban. Qazı, neftin pulu, amma haramlar olsun. Hər zaman onlara bildirin ki, haram xoşlar olsun. Gedəndə Allaha şikayət edəcəm. Çox maraqlı bir mövzudur. Yəni pensiya yaşı bizdə ancaq arta gedir də. Yəni azalmaq bilmir. Doğru. Pensiya yaşı qaldırılır. Bu il də yəqin qaldırılacaq. Heç, yəni ölkəni viran qoyublar, ölkədə idarə etmək yoxdur. Kim necə gəldi, harda gəldi, tutub basır, döyür, pulunu alır. Yəni belə idarə etmə mən görməmişəm. Kimindir? Onu deyəcəyik. Nə polisi? Məzələnmə. Yox, üzr istəyirəm, buna baxmışıq. O biri videolarımıza gedirik. Elə deyəsən burada bir neftlə, pensiyanın, bu pensiyanın nə üçün pensiya? Mən elə dedim, pensiya yaşını aşağı salın, sabah dövlət bunu qəbul edəcək. Bu qeyri-ciddi bir yanaşmadır. Dünyanın bu saat heç bir ölkəsində pensiya yaşının aşağı salınması meyli yoxdur, tendensiyası yoxdur. Ömür uzanır, orta ömür uzanır. İnsanların sağlamlığı imkan verir ki, onlar daha aktiv əmək. Acından ölə, deputat deyir, deputatın nə vecinədir bir gün ayın neçəsidir. Deputat maaşını alır, oturub stulda, kurortları gəzir. Bayramlarda hamı gedir, dincəlir, biz ancaq burada civil təmizlirik. Verir bizə bayram pulu, yox. Maaşımız həddindən artıq azdır. Torpaq uduruq. Bütün müxtəlif dünyada nə qədər mikroblar var, biz onu uduruq. Elə deyir, Allah'uza şükür edin deyirlər. Bu pulu sizə veririk, 260 manatı. Dünyanın hər yerindən bizə qonaqlar gəlir, həsrətlə baxırlar. Amma bilmirlər ki, biz nə gündə yaşayırıq. Heç olmasa ayda bir dəfə ət alıb yeyək də. Çox acınacaqlı. Yəni nəzərə alsaq ki, bu doğrudan da özü hamısı da qadındır da. Yəni İnsanların sağlamlığı imkan verir ki, onlar daha aktiv əmək. Acından ölə, deputat deyir, deputatın nə vecinədir bir gün ayın neçəsidir. Deputat maaşını alır, oturub stulda, kurortları gəzir. Bayramlarda hamı gedir, dincəlir, biz ancaq burada civil təmizlirik. Verir bizə bayram pulu, yox. Maaşımız həddindən artıq azdır. Torpaq uduruq. Bütün müxtəlif. Doğrudan elədir, doğrudan. Yəni çox təhlükəli işdir. Nə qədər maşın, yəni maşın kim necə istəyir sürür, nə qədər süpürgəçi xanım hər il həyatını itirir. Doğru. Və aldığı qəpik quruşu üçün. Yəni bunu qəsdən sanki bu sahəni avtomatlaşdırmırlar da, maşınlar gətirmək, necəsə yolu təmizləmək. Yox, heç sanki belə də elə ucuz işçi qüvvəsi. Canın çıxsın təmizlə və salam. Elədir. Allah xeyir eləsin. İndi də Formula 1 başlayır. Bəli. Formula 1 və Formula 1 ərəfəsi ümumiyyətlə zülm dövrüdür. Yəni tıxac, stres, yollar bağlı, evə getmək olmur. Bir məntəqədən o biri məntəqəyə getmək üçün sən gəlib Bakını kruq vurasan, Bakını belə o qara yollarla çıxıb gedəsən. Bunlar hamısı bu baş verənlərə nöqtə qoymaq lazımdır. Yəni bunun da nöqtəsini ancaq Azərbaycan xalqı qoya bilər. Yəni bunun nöqtəsini nə xaricilər, nə Avropalılar olmayacaq. Azərbaycan xalqı necə ki Nepal xalqı durdu və dedi ki, biz dəyişiklik istəyirik və bu baş verdi. Mən əminəm ki və inanmaq istəyirəm ki, bir gün Azərbaycan xalqı da
bunu edəcək. Eman bəy, növbəti gözəl bir materialınız ki, sən demə bunlar pula qənaət edirlər. Biz dediyimiz kimi deyilmiş. Sən demə yox, bu ailə pula qənaət edir. Gəlin bir yerdə Yaşardı. izləyək. Həqiqətən də biz valla gözlərim yaşardı. Həqiqətən də bizim prezident İlham Əliyevin ailəsi çox sadədir. Milyonları ora bura xərcləmirlər ha. Pula qənaət edirlər. Bir bu gözəlliyə baxın. Mehriban xanım və Leyla xanım eyni paltarı geyinir. Ana bala bizə örnək olurlar. Bu qədər sadəlik olarmı? Fikir verin, əvvəlcə bu paltarı Mehriban xanım geyinir, tədbirlərə qatılır. Sonra da evə qayıdıb həmin paltarı verir Leyla xanıma. Leyla xanım da anasının paltarını geyinib konfranslara gedir. Halal olsun. Kaş ki bütün qadınlar bizim birinci leydimiz kimi qənaətçil olaydı. Onda heç uşaq pulu da lazım olmazdı. Hamı gül kimi dolanıb keyf edərdi. Əslində isə bunlar o qədər qənaətçiliyin əksidirlər ki, o qədər məsrəfə yol verirlər ki, paltarları da paçka ilə alırlar. 2 dənə, 3 dənə, Allah bilir neçə dənə alırlar. Hələ öz qohumlarına, bacılarına, qulluqçularına və s. Yəni bu yaxınlarda ikisi də bir paltarda çıxmışdı. İkisi də eyni paltarda. Yəni bunlar pula pul demirlər də. O şey ki biz pul yığırıq, toplayırıq ki, qoy maaşım gəlsin. Filan tarixdə gedəcəm, özümə bir paltar alacağam. Bunlar bunun neçəsini, neçə mislini alırlar. Amma bu Sovet dövründə də belə bir var idi, belə bir üslub. Onlar qəsdən 20-30 dənə kostyum alırdı, eyni kostyum və cəmaət düşünsün ki, görə eyni kostyumdan çıxmır, daha bilmir ki, bu kostyumun neçə mislini eyni bir vaxtda alıb. Doğru. Getdik növbəti materialınıza. Mənim xoşuma gələn bir materialınız var. Deyəsən odur. Deyəsən onu göstərəcəm. Deməli, bu polisə dairdir. Diqqət ekrana. Bu yox, bu polisdə rüşvət. Olmadı ki, bu cındır Vilayət Eyvazovun yol polisi rəsmən pul dilənir. Deməli, keçən dəfə yol polis işçisi dostumu saxlayıb və ona bilirsiniz nə deyib? Deyib ki, hörmətli sürücü, biz Vilayət Eyvazovun arvadına liftçi almalıyıq. İmkan varsa bizə pul ver. Dostum da sağ olsun, insaflı çıxıb. Deyib ki, mən nazirin arvadına ancaq 1 manat verə bilərəm. Baxın, bu videoya baxın. Halal olsun, mən dostumla fəxr edirəm. Nazirin arvadına 1 manat verib. Ay Vilayət Eyvazov, cındırını çıxartmayacağım sənin. Salamünaleyküm. Salam, nətəsən? Yaxşı, nətəsən? Yaxşı ol. Hörmət elə getdən ha baba. Bəli? Hörmət elə getdən ha. Hörmət eləyim. Oy. Allah hörmətli bir Valla hörmətli bir motor. Biabırçılıqdır bu. Hakaretsiz. Öz dili ilə Polis. deyir. Dilənir. Öz dili ilə. Gəlin bir də eşidək. Çıxartmayacağım sənin. Salamünaleyküm. Salam, nətəsən? Yaxşı, nətəsən? Yaxşı ol. Hörmət elə getdən ha baba. Vay. Hörmət eləyim. Vay. Valla hörmətli bir motor. Oy. Valla hörmətli bir motor. Həqiqətən biabırçılıqdır. Həqiqətən. Dəhşətdir ya, dəhşət. Əlbəttə ki, bu faciədir. Təsəvvür edirsiniz, polis şərəfli peşədir. Biz görmüşük ki, polis insanları qorusun, belə deyək də, insanların təhlükəsizliyini təmin eləsin. Bizdə polis rəsmən dilənçilərlə müqayisə olunur. Hörmət elə. Bu nədir? Bu nə baş verir? Bunu Vilayət Eyvazov görmürmü? Milyonlarla baxış gəlir bu videoya. İlham Əliyev görmürmü? İlham Əliyev bir özünə sual vermirmi? Ay, mənim polisim niyə bu gündədir? Ay, bunlar niyə dilənçi günündədir? Bax, bu da real vəziyyət budur ki, bu gün polis öz şərəf peşəsindən çıxıb. Polis artıq dilənçiliklə məşğuldur. Pul dilənirlər, rüşvət yığırlar, qanun pozurlar, quldurluq eləyirlər, qoçuluq eləyirlər və biz xalq olaraq buna göz yumuruq. Siz də gözəl maşallah, simpaşın olansınız, çox seksualsınız. Bu şeydir, bu verilişiyle bununla bağlayan. Mən onun səsini alacaqdım, amma o biri orijinal versə gedir efirəm.
Ona görə mən bunu manual özüm dillə bağlamalı olacağım o səsi. Orada bəzi sözlər var, 18 üstəgəl sözlər var, amma həqiqətən şedevrdir. İstənilən halda göstərəcəm bunu. Diqqət efirə, gəliz bir yerdə izləyirik. Deməli, polis işçiləri haqqındadır Mehman Hüseynova materialı bir yerdə efirə. Gözəl maşallah sizin başına olansınız. Çox seksualsınız. Adamı axuya Düt! Ay, bağlamaq olmadı. Ağlın başından arsınız. Həqiqətən çox simpatik olansınız. Eləsin maşallah bir muskuluz nə etsən də. Maşallah. Adam altında öldürər. Siz size bir şey diyeyim. Mirşahin bu videoma bir veriliş əsir eləyib. Mən bu Doğrudan. videoma Əslində mənə bir dost Mirşahinin bir klipini göndəribdi. Elə qəşəng yaraşır ki, ona bir mahnı var. Səni ellər tanıyır, ay düz ziba. İntihas nətər oturdu onu, o mahnını onun üstünə. Ölmüşəm gülməkdən. Səni ellər tanıyır, sonra düz ziba. Mənə elə gəlir ki, bu ağlamalı adı, gülürük. Ağlamalı onun necə artıq iki adı var. Bir adını deməli kim idi? Əmisi, prezidentin əmisi verib. Cəlal Nədir Əliyev. adı? Cəlal Əliyev, bəli. Cəlal Əliyev ona bir adını verib. Mən xahiş edirəm ki, bir Cəlal Əliyevə bir rəhmət oxutduraq. Allah Bəli. rəhmət eləsin. Bir adı da mənə elə gəlir ki, həmin o düz zibadır. Həqiqətən də möhtəşəm. Mehman Hüseynov idi bizlə. Təşəkkür edirəm sizə Mehman və var olun. Super materiallardır. Davamı gəlsin. Mütləq, sağ olun. Sağ olun. Sağ olun.